Dostlar, təsəvvür edin ki, bir əmlak saytına girmişsiniz və qarşınıza belə bir elan çıxır. Təcili satılır. 2 milyon kvadrat kilometr, hər tərəfi ağ rəngdə, istilik sistemi işləmir, amma padvalı qızıl və almazla doludur. Qiyməti razılaşma yolu ilə. Bura Qrenlandiyadır. Dünyanın ən böyük adasıdır. Amma əhalisi cəmi bir stadiona yerləşəcək qədərdir. Bura o qədər soyuqdur ki, gecə yatağına girəndə ayaqlarında hiss etdiyin soyuq sənə boş gələcək. Bəs yaxşı, nəyə görə Amerika Birləşmiş Ştatları, Rusiya və Çin bu nəhəng soyuducu üçün bir-birini kəllə atır? Gəlin Arktikanın altındakı gizli oyunları bir yerdə ifşa edək. Telaşma gaga, telaşma. Мынамётты, gaga, мынамёт! Budur! Hər şey 1000 il əvvəl başladı. Erik Raudi adlı bir viking var idi. Adamı cinayət törətdiyi üçün İslandiyadan qovdular. O da gəlib bu buzlu adanı tapdı və adını Greenland, yəni yaşıl torpaq qoydu. Niyə? Çünki adam başa düşürdü ki, gəlin bura, hər tərəf buzdur desə, heç kəs gəlməyəcək və effektiv olmaq üçün belə bir variant işlədir. Aradan çox uzun zaman keçir və Qrenlandiya Danimarkanın müstəmləkəsinə çevrilir. Bəli, o balaca şirin Avropa ölkəsi var, onun. Danimarka xəritədə Qrenlandiyanın yanında nöqtə kimi görünür. Bu sanki bir Niva'nın arxasına Boeing 747-ni qoşub sürmək kimidir. Danimarka adaya hər il 100 milyonlarla dollar dotasiya verir ki, insanlar acından ölməsin. Amma əvəzində adanın altındakı trilyonlara sahibdir. Kim deyir ki, Danimarkalılar ancaq kərə yağı satmağı bacarır? This is the Greenland ice cap, a huge mass of ice and snow that runs the length and most of the breadth of the world's largest island. Amerikalılar da bu adada çoxdan at oynadırlar. Soyuq müharibə vaxtı ABŞ burada Camp Century adlı gizli bir layihə həyata keçirirdi. Buzun altında bütöv bir şəhər qazdılar. İçində kitabxana, idman zalı, hətta atom reaktoru da var idi. Məqsəd nə idi? Buzun altından Rusiyaya nüvə raketlərini tuşlamaq. Amma bir şeyi hesablamamışdılar. Buz tərpənir. Tünellər əyilməyə başladı və layihəni ləğv etdilər. İndi o bazanın qalıqları və radioaktiv tullantıları hələ də buzun altındadır. Buzlar əridikcə o hədiyyələr üzə çıxır. Yəni Qrenlandiya həm də dünyanın ən böyük geotermik bombası sayılır. Gələk əsas məsələyə. Niyə Trump mən buranı mütləq almalıyam deyib divarlara dırmaşır? Yemir, içmir, yazdığı tweetlərin 80%-i Qrenlandiya haqqındadır. Çünki Qrenlandiya Mendeleyev cədvəlinin canlı formasıdır. Təsəvvür edin, potensial olaraq Azərbaycandan 25 qat daha varlı bir yerdən bəhs edirik. Amma tək səbəb bu deyil. Smartfonlar, elektromobillər, tibb sahəsi ləvazimatları və F-35 qırıcıları üçün bunlar lazımdır. İndi dünya Çindən asılıdır və bu Amerikanın heç də xoşuna gəlmir. Amerika isə deyir: The inflation crisis was caused by massive overspending and escalating energy prices, and that is why today I will also declare a national energy emergency. We will drill, baby, drill. Adamın məntiqi biznes məntiqidir. Əgər orada mənim hərbi bazam varsa, hər il sənə Danimarkaya pul verirəmsə, niyə elə birbaşa adanı almıram? Əslində bu ilk deyil. 1867-ci ildə ABŞ Alyaskanı Rusiyadan alanda hamıda gülürdü. İndi isə Alyaska olmasa Amerika acından ölərdi. Ən azından strateji olaraq. Qrenlandiyada Trump üçün Alyaska 2.0 layihəsidir. Adamın tək dərdi odur ki, tarixdə ən çox torpaq alan prezident kimi qalsın. Hətta yerli əhaliyə adam başına 1 milyon dollar pul da təklif edir. Bəs o boyda adada yaşayan 57 min Qrenlandiyalı nəyidir? Onların həyat tərzi bizimkinə heç bənzəmir. Onlar üçün balıq tutmaq bir hobbi deyil, sağ qalmaq mübarizəsidir. Təsəvvür edin, mağazaya girirsiniz və dondurulmuş balina piyi alıb çiğ-çiğ yeyirsiniz. Bəli, bu onlar üçün Snickers kimidir. Və Danimarkalılar gəlmədən öncəki həyat tərzində məhz bu qida rasionu üzərində qurulub.
Danimarka isə öz növbəsində vaxtilə onlara çox zülm edib. Təsəvvür edin, qadınları zorla sonsuzlaşdırıblar, uşaqlar ailəsindən qaçırıblar. Ona görə də indi Qrenlandiyalılar deyir: "Nə Danimarkanın pendirini istəyirik, nə Amerikanın dollarını. Bizi rahat buraxın, özümüz öz balığımızı tutaq." Amma dünya o qədər qəddar yerdir ki, əlində trilyonluq resurs varsa, kimsə səni rahat buraxan deyil. Bəli, əziz izləyicilər, Qrenlandiya sadəcə ağ bir ləkə deyil, o bəşəriyyətin gələcək taleyini həll olunduğu nöqtədir. Bəlkə də 20 il sonra Qrenlandiyaya getmək üçün ABŞ vizası almalı olacağıq ya da bura tam müstəqil bir dövlət olacaq. Sizcə Azərbaycan Qrenlandiyanı ala bilərdimi? Zarafat edirəm. Biz ora getsək birinci gündən dəniz kənarında manqal qalayıb adanı tüstüyə verərdik. Videonu bəyəndinizsə like düyməsini sıxın, kanala abunə olun ki, belə maraqlı mövzulardan xəbərdar olasınız. Şərhlərdə yazın, siz o soyuqda trilyonlar üçün yaşayardınızmı? Hələlik.